Xəstələr huşunu itirir və bu zaman epilepsiyadan qorxurlar. Amma hər huş itməsi epilepsiya demək deyil. Ona görə ki, bayılmalar, kollapslar, bunlar da huş itməklə gedir. Epilepsiya adətən huşu itirdikdən sonra qıcolma baş verir. Yəni, xəstələrdə tonik yığılmalar, sonra klonik əsmələr ola bilər. Amma bəzən bunlar tək-tək ola bilər. Məsələn, Kojevnikov epilepsiyasında ancaq klonik əsmələr olur. Tonik yığılmalarda, tonik demək, qıcolma sindromunda yalnız biz tonik yığılmaları görə bilirik. Və bundan başqa, məsəl üçün, absans epilepsiyasında isə xəstə yıxılmır və huşunu itirmir. Sadəcə olaraq baxışları dirənir, sanki gözü yol çəkirmiş kimi 2-3 saniyəlik belə donmalar olur. Yəni, bunları dəyərləndirmək üçün mütləq xəstənin həmin vəziyyətini görüb və ona qiymət vermək lazımdır ki, bu epilepsiyadır yoxsa yox.